Barack Obama prezident olanda İranla uzun müddətli danışıqlar getdi. İranla bir nüvə anlaşması imzalandı. 2016-cı ildə Trump prezident seçiləndən sonra həmin anlaşmanı cırdı atdı zibil yeşiyinə. Ondan sonra İrana qarşı təzyiq siyasəti başladı. Biden da bu siyasəti davam etdirdi. İndi Trump yenidən İrana müzakirələrə başlamağı təklif edir və İran ali dinli liderinə bir məktub yazdı. Əsas sual bu idi ki, niyə İran prezidentinə yox, ali dinli liderə məktub göndərdi? Çünki Trump da bilir ki, İranda söz sahibi konstitusiyaya görə də ali dinli liderdir. Prezidentə məktub göndər, vaxt itirməkdənsə elə deyib birbaşa İran yiyəsinə məktub göndər. O da əvvəlcə dedi ki, ali dinli lider, mən cavab verən deyiləm. Sonra başa düşdü ki, bunun ağır nəticələri ola bilər. Nəsə cavab verdilər. Dedilər, birbaşa danışıqlar yox, Amerikada dolayı danışıqlara biz başlaya bilərik. Trump'ın buna hələ ki cavabı yoxdur. Amma Trump Amerika qüvvələri bölgədə hərbi dəniz qüvvələrinin sayı getdikcə artır. Və Trump 2 ay vaxt verib İrana ki, İran rejiminə. 2 aya siz mənlə yeni müqavilələrlə bağlı müzakirələrə başlamazsınız, sizi bombardman edəcək. Çox ciddi bir açıqlamadır, ciddi bir təhdiddir. Trump da o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır. Necə ki, bu tariflərin artımında biz bunu görürük. Müharibə riski həqiqətən bölgədə var. 3 ssenari görürəm mən bu halda. 2 ayın artıq bir hissəsi də geridə qalıb. Ya Amerika həqiqətən artıq Husilərə zərbə indirdiyi kimi Yəməndə qəfil zərbələr indirir, heç kim gözləmədiyi halda. İran nüvə obyektlərinə də zərbələr indirəcək. Çünki gələn məlumatlara görə həqiqətən İran uranı o qədər zənginləşdirib ki, ya nüvə silahını əldə etməyə yaxındır, ya da artıq müəyyən miqdarda çirkli nüvə silahları artıq əldə edib. Belə bir versiyada var. Və artıq İran tərəfi də qeyd edir. Ali dinli liderin müşaviri Larijani də açıq dedi. Dedi, təhlükə hiss eləsə nüvə silahı qısa müddətdə yaradacaq. Bu nə deməkdir? Bu deməkdir ki, bu istək var əslində İran rejimində. Ya Amerika tək başına həmin mərkəzlərə zərbə endirir. Bu birinci variant. Ya Amerika ləngisə, Trump ləngisə, məsələn, İsrail zərbə indirəcək. Çünki İsrail Trump'ı da tələsdirir ki, tez hərəkət eləmək lazım. Nə qədər ki, İran zəifləyib, İran proksi qüvvələri bölgədə zəifdir, Husilərə, Hezbollaha, Hamasa zərbələr vurmuş, İrana da zərbə vuraq, əsas düşmən odur. Ya ikinci var, İsrail özü zərbə. Ya da üçüncü variant, Amerika İsrail birgə hərəkət edəcəklər İrana da. Bu üç variant məncə gündəmdədir. Amma müharibə həqiqətən belə vəziyyətdə qaçılmaz ola bilər. İran rəsmiləri və din adamları deyirlər ki, biz cavabını verəcəyik, belə eləyəcəyik. Valla, o İran əfsanəvi generalı Süleymani öldürüləndə də intiqam vədi verirlər. Nə etdilər ki? Yəni, Amerikanın İraqdakı boş hərbi bazasına bir neçə raket göndərir. Trump özü də gülürdü, deyir, mənə zəng elədilər ki, sizin hərbi bazı, boş hərbi bir neçə zərbə vuracaq, sən Allah cavab verməyin. Yəni, İranın gücü olacaqmı Amerikaya və İsrailə bu kimi zərbələr vursunlar? İndi İrana qarşı bu müharibə bölgədə də müəyyən vəziyyəti gərginləşdirir. Qonşu ölkələrdə humanitar böhran yaradır. Azərbaycanın özünü götürür. Əgər müharibə başlasa, açıq demək lazımdır, biz İranla quru sərhədləri qapalı saxlaya bilməyəcəyik. Çünki əgər zərbələr nəticəsində Allah göstərmiş, Azərbaycanlılar zərər görərsə İranda, humanitar böhran yaşayır. Biz onlara qapılarımızı açmaq məcburiyyətdir. Biz müharibə istəmirik, amma çox təəssüf ki, İran din adamları da Azərbaycanı da ittiham edirlər, İsraillə tərəfdaşlığı, o yan, bu yan. Yəni, bizə qarşı da müəyyən, belə deyək də, çirkin planları həyata keçirmək istəyə bilərlər İran tərəfi. Bunu da biz gündəmdə saxlamaq. Biz müharibə istəmirik və dəfələrlə də İrana demişik ki, biz heç zaman hansısa başqa ölkənin Azərbaycan ərazisinə İrana qarşı istifadəsinə imkan vermək. Burada bir məsələ də var, onun üzərində də dayanım mən İranla bağlı. Deməli, 79-cu ildə İslam inqilabına bir il sonra İraqla müharibə başladı. 80-ci ildə 8 il davam etdi. Bu İran rejiminə imkan verdi ki, İranda yaşayan xalqları ümumi düşmənə qarşı mobilizə etsin. Çünki inqilab bir ildə baş verib, rejim hələ möhkəm deyil. Bu müharibə ona şans yaratdı əslində. Şans yaratdı, bütün xalqları düşmənə qarşı mübarizəyə mobilizə etdi. Yəqin İrandakı rejim yenə də düşünür ki, 80-ci ildə olduğu kimi İsrail və Amerika zərbə indirərsə, yenidən rejim İranda yaşayan bütün xalqları, Azərbaycanlılar, ərəbləri, kürdləri, bəlucları ümumi düşmən olsun İsrail, olsun Amerika mobilizə edə bilər. Amma burada da iki ssenari ola bilər. Birinci ssenari odur ki, əgər bu zərbələr dağıdıcı olsa və yaxud Allah göstərməmiş İsrail Qəzzada törətdiyini təkrarını İranda edərsə, bu çox faciələrə, çünki Qəzzada Hamasla mübarizə adı altında 45 min mülki insan öldürüldü. Belə olarsa, əlbəttə İran rejimi istəyinə nail olacaq.
Bəli, yəni o xalqları İsrailə qarşı mobilizə edə biləcək. Amma ikinci ssenari də ola bilər ki, bu zərbələr nəticəsində onsa İranın iqtisadi vəziyyəti ağır, onsa sosial problemlər başından aşır, neftini də sata bilməyəcək, vəziyyəti daha da ağırlaşacaq. Ünvanlı zərbələr nəticəsində İranda qarşıdurmalar yarana bilər. İran federallaşması mümkün ola bilər. Burada Amerika, İsrail birgə hərəkət etsələr də müəyyən fərqləri də var, onu da deyim. Amerika İranda bəli rejimin dəyişməsini istəyir. Amma mən hesab edirəm ki, İranın parçalanmasını Amerika istəmir. Amerikada hər zaman bəli İran rejiminə nifrət var. Amma mən Amerikalı diplomatlarla da söhbət nəticəsində bu qənaətə gəlmişəm ki, Amerikanın belə də İranın özünə, İran bütövlüyünə bir belə deyək, dəstək, simpatiya var. İsrail İran rejiminin dəyişməsini istəsə də Amerikadan fərqli olaraq İran parçalanmasında da maraqlıdır, böyük ehtimal. Və bu iki dövlət arasında bu fərqlər var. Amma biz Azərbaycan olaraq bütün ssenarilər hazır olmalı. İndi İran prezidentinin də Azərbaycana səfəri planlaşdırılır. Müşaviri bu günlərdə Bakıya gəlmişdi. Biz bu səfər bəli çoxdan gözləyirik və yaxşı haldır ki, Ermənistandan əvvəl məhz Azərbaycana gəlir. Həmin o Məsud Pezeşkiyan Azərbaycanın özünə də müəyyən qədər simpatiya var. Məhz Azərbaycanlıların sayəsində ikinci turda öz rəqibi üzərində də qələbə çaldı. Azərbaycanca şeirlər deyir, rejimlə müəyyən qədər mübarizə aparmalı. Amma hər halda unikal vəziyyət odur ki, İranda iki hakimiyyətin unikal vəziyyəti. İran bir tərəfdə xalqın seçdiyi prezident, bir tərəfdə 50-60 mollanın seçdiyi ali dinlidir. Yəni xalqın seçdiyi prezident məcburdur 50-60 mollanın seçdiyi ali dinli liderin sözünə qulaq assın. Çünki Məsud Pezeşkiyan əslində Trumpla danışıqlara getmək istəyirdi. İranın ali dinli lideri onun ağzının üstündən vurdu. O da məcbur qaldı riayət etsin. Yəni bu iki hakimiyyətin özü belə İranı belə də dağıdıcı proseslərə aparır.